Bugün son adım deneme 4 testləri ilə davam edirik. Haydi başlayaq. Birinci ifadəmiz budaqlı bölmədir. Burada hesablama necə gedir? Birincisi A-nı tapmaq üçün natamam qismətlə böləni bir-birinə vururuq və üzərinə gəlmək lazımdır qalığa. Belə bir ifadəmiz var. Bir də bunu danışaq ki, həmişə qalıq böləndən kiçik olmalıdır. Gəlib bir də kənardan yazmalıyıq ki, A kvadrat kiçikdir 37-dən. İndi davam edək. A-nın ala biləcəyi ən böyük qiymət. Bu böyük A-mız kiçik A-ya bağlıdır axı. Onda A kvadrat 37-dən kiçikdirsə, A-nın qiymətləri nə ola bilər? 1, 2, 3, 4, 5, 6-da bitir. A-nın ən böyük qiyməti kiçik A-dan söhbət gedir. Bu A-nın ən böyük qiymətini götürək ki, böyük A-da ən böyük qiymətə çevrilsin. Onda bu da olur. A bərabərdir 37 vurulsun, 2 vurulsun. 6 üzərinə gəlsin 6-nın kvadratı 36. O da bərabərdir. Bunu hesablayaq. 37 vurmaq lazımdır 12-yə. Görək nə olur. 37 vur 12. 444 üstünə gələk 36-nın 0, 8, 480. Yəni D variantı. Keçirik ikinci sualımıza. Bu işlemlər o qədər də düşmür artıq son vaxtlar, amma hər ehtimala qarşı gəlin yazaq. İşləmin solundakı simvol burada soldakı ilə neyin olmalıdır? Sağdakı da sağdakı ilə. Onda biz yazmalıyıq ki, x-in üzərindəki y bərabərdir buna 9-da 1-ə və y-in üzərindəki -1 də bərabərdir -2-də 1-ə. Belə bir ifadə yazılmalıdır. Buradan indi gəlin ayrı-ayrı hesablayaq. Sistem kimi baxsaq, y-in üstü -1-in yerinə yazarıq 1 bölü y bərabərdir -2-də 1. Buradan çıxar y bərabərdir -2. Y-in -2 qiymətini gətirib bunda yerinə qoysaq, x-in üstündə -2 bərabərdir 9-da 1-in də yerinə 3 üstü -2 kimi yazsaq. Buradan çıxır ki, x də bərabər imiş 3-ə. X-i də y-i də tapdıq. Sonra gətirib bu hissədə hesablamanı davam eləmək lazımdır. -2-nin üzərində x, yəni 3, çıxılsın x, 3 vurulsun y-i -2. Bu da olar -8 üstə gəlsin 6, -2 də yekun cavabımız B variantı. 3-ə keçək, sadə kəsirlərin hesablanması çətin bir şey yoxdur. Hissi isə aşağıdan gələk. 1-dən 2-də 1 çıxanda elə 2-də 1 eləyir. Yəni 2 üzərinə gəlsin. 3 çıxılsın. Bunu da adi kəsir kimi 4 bölü 3 yazaq. 2 üzərinə gəlsin. 3-də 2. Bölünsün də yerinə vurulsun tərsi. 2-də 1-in tərsi 2 yuxarıya 1 aşağıya. Böl 2. Bu da bərabər olsun. 2 üzərinə gəlinsin. Deməli, yuxarıda 3-dən 3-də 4 çıxanda ortaq məxrəc 3. 9-dan 4-ə gedər 5. Aşağısında da 2 üstünə gəlinsin. Bu hissə bizə bunu verdi. 2 üstə gəlinsin 3-də 4. Bunu da eyni məxrəcə gətirsək 3-də 6, 10. Bölünsün 2-nin də yerinə vurulsun 2-də 1 kimi yazaq. Birinci vurma bölməni eləyirik. Buradan 3-lər ixtisar gedər. Qalar 2 üstə gəlsin. 5 bölü 10 vurulsun 2-də 1. Buradan da bir 5-dən 10 ixtisar gedir. Olur 2 üstə gəlsin 4-də 1. Eyni məxrəcə gətirsək olar 4-də 9 C variantı. Gəldik 4-ə dövürlərin açılması. 1 çıxılsın 0,4 3 açılır 9-da 3 kimi. 1 üstə gəlsin 1 bölü 1 çıxılsın. Bunun açılışı 2,90-da 4 olur. İndi bunu da hesablasaq nə eləyir? 1-dən 3-də 1 çıxanda bura olur 3-də 2. Çünki bunlar ixtisar gedir 3-də 1 kimi. Aşağısı 1 üstə gəlsin 1 bölü 1 çıxılsın. Bunu da düzgün olmayan kəsrə çevirərik də yəqin ki. Ya da 1 tamını ayırma olar. 4 ilə 90 ixtisar geçsin 45-də 2 kimi. Çıxılsın 2 çıxılsın 45-də 2 yazma olar. Parçalaya bilirik. O da bərabərdir. 3-də 2 yuxarıda. 1 üzərinə gəlsin 1 bölü. 1-dən 2-si gedir. -1 çıxılsın 45-də 2. O da -1 tam 45-də 2-yə yığılsın. 3-də 2 bölünsün. 1 üstə gəlsin. 1 bölünsün. -1 tam 45-də 2. Bunu da düzgün olmayan kəsrə çevirək. Yenə 3-də 2-si qalıb. 1 çıxılsın. 1 tam 45-də 2-ni gəlin kənarda yazım. Nə deməkdir? 45-də 47. Bu da üstündə 1 var deyə sürət məxrəc yerini dəyişəcək. 47 aşağıya 45 yuxarıya. Bu da olar 3-də 2 sürətdə. Məxrəcdə də 47-də 2. Kəsir xətdən görə də tərsinə vururuq. 2 aşağı 47 yuxarı. Bunun da ixtisarı getmir. Hesab səhv eləmədimsə.
Hesabda bir səhvlik yoxdur. İxtisarlar da gedir. Son cavab qalır 47/3 maalesef. Cavabımız budur. Keçək 5-ci sual. Yəni çətin də bir şey deyildi zaten. 5-də nə verib, nə istəyir? Bu zincirləmə kəsirlərdir. Biz belə olanda nə edirik? Deyirdik ki, təkrarlanan hissəni alırsan bir dairəyə. Bax, bu hissəni dairəyə alırıq. Çünki A-nı, B-ni bir dəfə görmüşük. Növbətlər təkrarlanmadı. Dairəyə alandan sonra cavabda nədirsə, həmin şeyi gətirib bura kopyalayırsınız. A plus 2. Yəni, misal budur. A plus B bölü A plus 2 bərabərdir A plus 2. İndi bunu hesablamağa çalışaq. Soldan sağdan məlum məsələ bu A-ları gedər. Qalar nə? B bölünsün A plus 2 bərabərdir 2-yə. Bunu da çarpaz vursaq, B bərabərdir 2A plus 4. Bizə də nə lazımdır? B çıxılsın 2A. Zaten bunu yan yana atanda B minus 2A bərabər 4 olur. Yəni, misalın istədiyi şey ortaya çıxır. 4. D variantı. Gəldik 6-ya. N-in birin müxtəlif qüvvətlərində. Belə bir şey danışaq ki, millət, mənfi 1-in üstündə tək dərəcə olsa, 3 olsa, nə bilim, mənfi 1-in üstü 5 olsa, bunların hamısının cavabı mənfi 1-dir. Amma mənfi 1-in üstündə kvadrat görsəz, mənfi 1-in üstündə 4 görsəz, cüt dərəcədən görəndə bunun cavabı müsbət 1-dir. Onda bu məntiqlə bu tək ədəddir. Olur mənfi 1. Bu da tək ədəddir. Bu da mənfi 1. Burada amma bir dənə məsələ var ki, bu mənfiyə aid deyil. Bu hissəsi müsbət 1-dir. Qarşısında da bir dənə mənfi var. Ona görə məcbur yenə bir dənə mənfi 1 yazırıq. Düşürük aşağıya. Mənfi 1-in üstü 2-nin burası müsbət 1-dir. Amma qarşısında bir dənə mənfisi var. Yenə mənfi 1. Bu da tək ədəddirsə, məlum məsələ mənfi 1. Onda olur mənfi 3 bölünsün mənfi 2. İxtisarlar gedər. 3 bölü 2-də qalar. Y variantı. 7-yə keçək. Qüvvət varsa, yəqin ki, ortaq bir vuruq çıxar. Birincisi nə göstərək? 4 üstü 4 nə deməkdir? Mənfi qarşıda qalır. 2-nin üstündə 8. Üstə gəlsin 2-nin üstü 5. Sonra bu cüt dərəcə bunu ləğv eləyəcək. Yəni olacaq müsbət 2-nin üstündə 8. O da tək dərəcədən qalır. Çıxılsın 2-nin üstündə 5. Heç məxrəci hesablamağa ehtiyac yoxdur. Çünki bunlar bir-birini silir. Sürət 0-dırsa, burada nə olur olsun? 0-ı nəyə bölsə, yekunda yenə 0 qalmalıdır. C variantı. Keçdik 8-ə. Buradan da bir vergül ataq. Vergüldən sonra 3 ədəd, 3 ədəd. Deməli, bu vergüllər silinir. Misal buna çevrilir. 20/4 üzərində n plus 1 bərabərdir. 125-in də yerinə 5-in qüvvəti kimi yazaq. 5-in kubu üzərində 3 minus n. 20 ilə 4 ixtisar gedir. Məlum məsələ buradan 5 qalır. 5-in üzərində n plus 1 bərabərdir. 5-in üzərində bunlar da bir-birinə vurulsun. Yəni 9 çıxılsın 3n. Əsaslar eynidirsə, bunları atırıq, üstlərini bərabərləşdiririk. n plus 1 bərabərdir 9 çıxılsın 3m. M-ləri yan yana ataq. 4m bərabər 8. M də olsun 2. Bizdən də elə m istəyir. D variantı. Baxaq 9-cu misalımıza. Burada eyni vaxtda bir cəm görmürük. Gəlin belə bir şey eləyək, əvəzləmə. S-nin yerinə 3D çıxılsın 14 yazmaq olar. Bunu gətirib hər iki tənlikdə aşağıda yerinə yazaq. Bu sayıları əvəzləyək. Olsun A minus 2B çıxılsın 3D üstə gəlsin 14 bərabərdir 11. Bir də aşağıdan 3A üzərinə gəlinsin 2D üzərinə gəlsin B. Üstə gəl 2-yə vursaq 6D minus 28 bərabər 5. Yəni gəlin bunları təzədən bir sistem kimi yazaq. Yuxarısını sadələşdirəndə A çıxılsın 2B çıxılsın 3D bərabərdir mənfi 3. Aşağıdan 3A üzərinə gəlinsin B, üzərinə gəlinsin 8D bərabərdir 33-ə. Buradan bu dəfələr A-lar getsin, ancaq BD qalsın. Necə C-ni D ilə əvəzləmişiksə, B-ni də D ilə əvəzləyək. Hamısı eyni hərfə gəlsin deyə. Buranı 3-ə vurarıq, olar 3A, çıxılsın 6B, çıxılsın, səhv yazmadım burada. 2B çıx 3D. 3-ə vururuq 9D bərabərdir mənfi 9. Aşağıda olduğu kimi köçürdək. 3A üstə gəlsin B, üstə gəl 8D bərabər 33. Bunu tərəf-tərəfə çıxsan 3A-lar gedər. Qalar 7B. 8-dən 9-u gedən də. Nəysə səhv köçürmüşük. 3D çıxın 4. Bu düz. Üstə gəlsin. Bir dənə də D burada var. Bunu itirmişim. Deyirəm də nəsə səhv gəlir. Mənfi 2D də buradan olsun.
Bu da ne olur? Mənfi 6D. Düzəldək. Çünki burada bir dənə D'si qalmışdı. Mənfi 6D. 7B 8 6 üstə gəlsin 14D. 33-dən də mənfi 9'u gedir 42. Bütün sıranı da 7'yə bölsək B plus 2D bərabər 6. Belə bir ifadə yarandı. Buradan da B'ni tək saxlasaq, necə C bərabər D'li ifadə yazmışıq. Buradan da olur B bərabərdir 6 çıxılsın 2D. Bunu da D ilə əvəzlədik. İndi bizə lazımdır A-nı əvəzləmək. Onu da harda yerinə yazarıq. Sadə bir yerdə yazmaq olar. Məsələn, misalın elə bu öz verdiyi tənlikdə. Burada gəlin kənarda əvəzləyək. Yazaq ki, A çıxılsın. B-nin yerinə də bu ifadə. 2'yə vurub yazsaq, çıxılsın 12 üstə gəlsin 4D. Çıx 2D bərabərdir mənfi 3'ə. Buradan da A'mız bərabər olur. 4D 2D, müsbət 2D, sağa atanda mənfi 2D. 12 də 3'ün yanına gəlir, üstü 9 kimi. 9 çıxılsın 2D. A-nı da əvəzlədik. A, B, S hamısı əvəzlənib. Elə D də bərabər D-dir də məlum məsələ. İndi biz bu tapdığımız ifadələri sarılayım ki, fərqlənsin. Baxın, bu ifadələrin hamısını gətirib burada yerinə qoymaq lazımdır. Bu da olur nə? Bunu da gəlin bir kənarda hesablayaq. Yazaq, A-nın yerinə 9 çıxılsın 2D. Üzərinə gəlinsin B-nin yerinə 6 çıx 2D. C-nin yerinə 3D çıx 14. D-nin də yerinə elə öz D-si. Burada görək nə silinmələr gedər. Mənfi 2D, 2D. Bu 3D ilə də D-ni toplayanda 4D. D qalmadı. Lap yaxşı. 9, 6, 15. 14'e geçsə sondaki cavabımız 1. Yəni D variantı qəşəng sualdır. Keçək kökə. 10-cu sual. Burada bizim belə bir qaydamız vardı ki, hələ ki bu 2'ni görməyin. Kök altında 42'lər zincirləmə gedirdisə, bunu ardıcıl hasil kimi göstərirdik. Yəni toplaması böyüyünə, fərqi kiçiyinə bərabər olmalıdır. Yəni bu misalın cavabı kənarda da yazım. Kök altı 42 üstə gəlsin, kök altı 42 üstə gəlsin, nöqtə nöqtə. Bunun cavabı 7'yə bərabərdir. Onda bu 2'ni biz yerinə qaytarsaq, yazmalıyıq kökün altında 2 üzərinə gəlsin. Bunun cavabı verdi 7'ni. Kök altında 9'dan çıxar 3. Aşağıdakı da eyni qayda ilə. Burada bir fərqli ədəd yoxdur. Hamısı 30, 30, 30 gedir. Bunu da ardıcıl hasil kimi 5, 6 göstərik. Minus olanda kiçiyin götürürdük. Yəni bunun da cavabı 5. Bizə deyir B-dən A-nı çıx. 5 çıxılsın 3'ün mötərizə kvadratı. O da eləyər 4. C variantı. Keçək 11'imizə. Buradan nə edə bilərik? 3 onda 6 heç sənin kvadratı deyil. Məsləhətdir ki, bunu belə yazın. 36 bölünsün 10 kimi ki, siz oradan bir hissəsini kökdən çıxarda bilək. 121 bölü 10. Aşağısı da olsun 25 bölü 10. Bir dənə kökün içində yazaq hələ ki. Üstə gəlsin, keçir ikincisi. Buradan tam kök çıxartma olur. Bu 0.8'dir, digər də 0.3'dür. Bunun üzəri mənfi 1, vurulsun 2'də 1. Buradan davam edək. Deməli, 36'dan 6 çıxır, 6 bölünsün kök altda 10. Üstə gəl 11 bölü kök 10. Aşağısı da 5 bölünsün kök 10. Üstə gəlsin 0.8'dən 0.3 çıxanda 0.5'in üstündə mənfi 1, vurulsun 2'də 1. O da bərabərdir. Təmizləyim. 6 ilə 11 toplanır 17 bölünsün kök 10. Məxrəci də olur 5 bölü kök 10. Baxın, bu kök 10'lar eynidir deyə ixtisar gedəcək. Üstə gəlsin 0.5'in mənası 2'də 1. 2'də 1'in üstü mənfi 1 bərabər 2 deməkdir, tərsi. Yəni 2 vurulsun 2'də 1 də buradan gəlir. Bir dənə də ixtisar bunu aparaq. Yerdə qalır nə? 17 bölü 5 üzərinə gəlsin 1. Bunu da eyni məxrəcə gətirsək 5'də 22 olar. D variantı. Keçək 12'yə. Burada əvəzləmə istəyirəm. Y-i x-la əvəzləyik. Gəlin belə bir şey eləyik. Birincisi, x-i tapmaq lazımdırsa, bunu bir çarpaz vurmaq lazımdır. Yazacaq ki, x plus 2 bərabərdir 3y-ə. X-i istəyirsə, bütün cavablarda x-dir. Onda biz bu x-i tək saxlayırsan. 3y minus 2. Elədir. Sonra elə buradan yola çıxaq. Davamında. X bərabərdir 3 vurulsun. Bu y-in yerinə cavab var axı. Gəlib köçürdürsən. Yazırsan 3, y 6 aralıq. Sonra çıxılsın 2. Bunu da hesablasaq, bütün sıraya vursan 9, kiçikdir 3y, kiçikdir 3, 6, 18.
Bundan da 2 çıxırıq, olur nə? 9'dan 2 çıxırsan 7, 3y minus 2 ortada. 18'den de 2 çıxanda 16. Zaten bu ortadaki 3y minus 2 bizde x'i göstərir daxı. Sonda yaza bilərsiniz ki 7 kiçikdir x kiçikdir 16. Bizim son aralığımız bu. 7-16 arası A variantı. O birilər deyil. Keçək 13'ə. Burada nəyə fikir veririk? X kvadrat üstə y kvadrat deyir. Neyini? Bu sıranı kvadrata yüksəldik, amma bunun bir dənə əmması var. Bir tərəfi mənfi, bir tərəfi müsbət olanda kvadrata yüksəldəndə həmişə sıfırdan başlayır. Yəni 0, 2'nin kvadratı, 4'ün kvadratı, mənfi 4'ün kvadratı daha böyükdür. 16'nı alırıq və burada altında xət var deyə biz də daxil götürürük. Bu x kvadratı göstərir. Deməli, y kvadrat üçün də neyniyək? Yenə bir tərəf mənfidir, müsbətdir, sıfırdan başlasın. Böyük tərəf 25 olur, amma açıq olacaq, daxil deyil. Gətirib burada yerinə qoysaq, 2 vurulsun, x kvadratın yerinə 0-16 arası. Üstə gəlsin 0-25 aralığı. Bu da bərabərdir 0-32. Üzərinə gələk 0-25. Bunda tərəf-tərəfə toplama haqqımız var. 0, 32, 25 də versin 57. Bir tərəf bağlı, bir tərəf açıqdırsa, sən bunu açıq götürməlisən, bağlı götürə bilmirik. Ən böyük qiymətimiz də nə olur? 56. 57'ni heç görmür. C variantı. Getdi 14'ə. A, B aralıqlarımız bu. Yəqin ki bir qiymət verib müsbətinə mənfisinə baxacaq. Məsələn, mənfi 3 ilə 5'in arasında nə versən, müsbət olur bu hissə. Üstünə 3 gələndə. B-də mənfi 4 ilə mənfi 1'in arasında nə versək, bura olur mənfi. İndi bunu gəl açaq. Olur nə? A plus 3. Çıx B, çıx 1. Çünki bu mənfi qarşıya sürüşsün. Bərabər 6'ya. Buradan alırıq A çıx B bərabərdir 4'ə. Bir də belə bir tənlik verib, gətirib altına yazaq. A plus B bərabər 2. Sonra bunu bir sistem tənlik kimi həll eləyək, tərəf-tərəfə toplayaq. B'lər geçsin 2A'sı 6, A'sı 3. A'nın da yerinə məsələn burada 3 qoysam, B'si olur mənfi 1. A'sı da B'si də tapıldı, bizdən də B'ni istəyir. D variantı. Sonra baxaq 15. Qəşəng bir fonksiyon var. 94 dənə buradan yəqin ki bir təkrarlanma gedəcək. Oturub heç kim bunu dənə-dənə hesablamaz. Birinci mərhələ gedək. Deyək ki F7-də nə alır? F7-də x-imiz 7 olanda y 5 alır. Görürsünüz, bunun cavabı 5. İkinci mərhələ F içində F7 nə deməkdir? F-in içində 5. O da bərabərdir. F5-də nə alır? X-i 5 olanda y 0-dır. Sonra üçüncü mərhələ, day uzatmıram. Yəni F-in içində birbaşa 0 qoymalısan da. F7, elə F0 deməkdir. F0-da nə alır? X-i 0 olsun, y olacaq onda mənfi 3. Dördüncü mərhələ, F-in içində mənfi 3. Buradan da alır 7-ni. Beşinci mərhələ təzdən gəlir F7-yə. Bunun cavabı 5. Fikir verin, bu cavabla bu cavab eyni şey çıxdı. Deməli, bu məsələ 4 dəfədən bir təkrarlanır. 4 dəfədən bir təkrar. Təkrarlanma var deyə, həmişə burada yazılan sayı bölürük o təkrara. Modülər aritmetikdə necə eləyirdik? Qalğın götürürüz. 94 bölünsün 4. 2 dəfə çıx 8, 14, 3 dəfə 12. Bizə bunun qalığı lazımdır. 2. Yəni, bu ikinci sıranı götürməlisən. Cavab buradadır. 0 olur bizim cavabımızda. B variantı. Sonra getdi 16. Limite oxşur bu grafik biraz. F-in içində F-ə nə versək 1 alınır. Y oxunda 1 olma halı buradadır, baxın. Y 1 olanda içi dolu olan hissəyə baxın. Bu boşlar önəmsizdir bizim üçün. Bax, bu önəmsizdir, bu önəmsizdir. Y 1 olanda x-imiz olur mənfi 2. Yəni bunun içi mənfi 2 olmalıdır. Köçürdək, yazaq 5, çıxılsın F içində. X minus 3 bərabərdir mənfi 2. Buradan da fx minus 3 bərabər olsun 7'yə. İndi baxaq y oxunda 7. Y oxunda 7 olma nöqtəsi buradır. Buna uyğun gələn x-imiz da baxın 2'dir. Bu nöqtə. X-in yenə gətirib 2 qoysan, yəni bura. Bu da olur x minus 3 bərabər 2'yə. X da çıxar 5. Pillə-pillə sadələşir sanki. Sonra getdik 17'yə. Fc tanımlı fonksiyonlar. Fonksiyon aşağıdakilerden hangisidir? Gəl hesablayaq. Bu da qəşəng sualdır.
Birincisi bizə J'nin içində F verib. Gəlin yazaq. J içində Fx bərabərdir 4x kvadrat üstə gəlsin 8x plus 6. Çox vaxt yuxarının aşağıda bir əlaqə olur. İndi nə etmək olar? Biz əgər F'i tək saxlamaq istəyiriksə, əslində burada J üstü -1 yaratmaq olar. Buradan da J'nin içində, fonksiyonun özündə. Gəlin burada X'in yerinə Fx qoyaq. J içində Fx olsa, nə edirsən? Bütün X'ların yerinə Fx köçürdürük də onda. Fx'in kvadratı üstə gəlinsin 2 dənə Fx, üstə gəlinsin 3. Bunu yazandan sonra deyirəm ki, bu da J içində F'dir, bu da J içində F'dir. Deməli, cavab hissələrdə bir-birindən örtüşməlidir, eyni olmalıdır, bərabərdir bunlar. Gəlin aşağıda yazaq. Deyək ki, F'in kvadratı X, üstə gəlsin 2 dənə Fx, üstə gəlsin 3, bərabər imiş 4x kvadrat plus 8x plus 6. Yəqin ki, burada bir problem yaşamarıq. Sonra neyiniyək? Bir düstur yaratmağa çalışaq. Burada olsa f kvadrat x üstə gəlsin 2 dənə fx, üstə gəlinsin 1 deyərəm, 2-ni atıram sağa. Bərabərdir 4x kvadrat üstə gəlsin 8x, üstə gəlinsin 6-dan da 2-si gedir 4. Buradan baxın bir formula var. Müxtəsər vurma düsturu. Bunun yerinə yazmaq olar da fx üstə gəlsin 1-in mötərizə kvadratı. Bərabərdir bunun yerinə nə yazırıq? 2x üzərinə gəlsin 1-in daha doğrusu x plus 2x plus 2'nin mötərizə kvadratı. Elədir. Sonra bu kvadratları gəlin ataq. Qalsın nə? Fx üstə gəlsin 1 bərabərdir 2x plus 2'yə. Buradan da fx'imiz olur 2x plus 1. Bunu tapdıq. İndi qaydaq misala baxaq görək bizdən nə istəyirdi. Bu da bizə deyir ki, f'in tərsini tap. Buradan da f'in tərsini tapmağa nə var ki, x-in fx'in yerini dəyişəsin. Deyəsin x bərabərdir. 2 vurulsun f üstü -1 x plus 1. Bu da 2 dənə f'in üstündə -1 x bərabərdir. X minus 1'ə. F'in üzərində -1 x də bərabərdir. X minus 1 bölünsün 2. Yəni son cavabımız bu. B variantı. Keçək 18'ə. Denəmələr artdıqca qəşəng suallar çıxır, fərqli fonksiyonlar. Burada nədir məsələ? Bir sadələşmə olsun. Bu o'ları aradan aparın. F'in içində jx bərabərdir 5 dənə jx çıxılsın 2. Aşağıda nə deyir? F'in içində j'nin tərsi burada 5 bərabərdir 13'ə. Birincisi buradan yola çıxaq millət. Bunun için çölün yerini dəyişəndə f içəriyə girer, j çölə çıxar. Belə bir haqqımız var, nə qədər istifadə edə bilərik. Fonksiyonun içində bir təkrarlanma varsa, baxın j'lər təkrarlanır. Bu bərabərliyi alandan sonra nə deyək gəlin uşaqlar? Misalın istədiyinə fokuslanaq. J3 necədir? Yuxarıda qoyulan bir şeydir də J3. Elə də aşağıda J'nin tərsi daxı. Buradan da yazıram f'in içində J3 bərabərdir 5 vurulsun J3 çıxılsın 2. Burada yəqin ki, kiminsə bir problemi olmaz. Sonra nə istifadə eləmək olar? Buradan içlə çölün yerini dəyişərik. Yəni yazarıq ki, f'in içində 13 bərabərdir j'nin tərsindəki 5'ə. Bunun üstünə bir tərslik gəldi. 2 dənə fonksiyonun tərsi bir-birinə bərabərdirsə, f'in indi özün əslində tapmaq olar. Bir dənə də belə əvəzləmə yazmaq olardı ki, jx-ə bir t əvəzləməsi desəz, əslində yeni yerə gəlir. Demək olar ki, f'in içində t bərabərdir 5t çıxılsın 2'yə. Elədir. İndi bizə də nə lazımdır? F'in tərsində 13. İndi f'in üstündə -1-də bərabərdir 5t çıx 2 içində bərabərdir t'yə. Buradan da içinə 13 qoymaq üçün, buranın 13 olması üçün t bərabər olmalıdır nəyə? 15 bölünsün 5'dən 3. T'nin yerinə 3 qoyuruq. Yəni bu hissəmiz çevrildi oldu 3'ə. Onda bunu da yazırıq ki, j'nin tərsində 5 bərabərdirsə 3'ə. Heç bu yuxarıdakına ehtiyac qalmadı. Bunu silək. Buradan da j'nin tərsinə 5 bərabərdir 3'ə. İç çölü yerini dəyişir. J3 də bərabər olur 5'ə. Baxın misalın istədiyi alındı. E variantı biraz qarışıq gəldi. İnşallah ki, başa düşülən olar. 20'yə keçək. Bu tip kəsirlərdə nə edirdik? Yəni zincirləmə kəsirlərdə təkrarlanan hissəni dairəyə alıb 1x deyirik. Gəlib kənarda yazaq. 16 çıxılsın 64 bölünsün x bərabərdir x-a. Buradan da nə edək?
X-in yerinə ədəd qoysaq daha yaxşı olar elə bil. X-in yerinə 4 qoyanda bunların cavabı onsuz tam ədəd olur. Fikir verin, 4 qoysaq 64-ü 4-ə böləndə 16, 16-dan çıxanda 0 olmur. X-in yerinə 8 qoyanda ödəyir. Baxın, X-in yerinə 8 qoysam 16 çıxılsın 64 bölü 8 bərabər 8. Deməli, bunun içi bu hissə 3-cü dərəcədən 8 imiş. Keçək bura. Burada bu təkrarlanma hissə başlayır bu hissədən. Bunun yerinə bir y yazırıq. Yəni, -2 çıxılsın 1 bölünsün y bərabərdir y-ə. Burada da y-in yerinə bir qiymət qoyaq. Tək dərəcədirsə, yəqin ki, y-in yerinə bir -1 qoyaq, yoxlayaq. -1 qoysaq, -2 üstə gəlsin 1 bərabər -1 tutur. Elə y-in də yerinə -1. Burada olsun 3-cü dərəcədən -1. Bunu da hesablasaq, bərabərdir 2 çıx -1. Bu da yekun verir 3. C variantı. 21. Çarpanları ayırma. Hissə köklərini görək. Viet teoreminə görə buradan hasili ayırsaq 3, 5. Toplamı müsbət 2 olsun deyə -3, 5. Aşağı zaten bir formuladır. Müxtəsər vurma düsturudur. Ona dəymirəm. Buradan da görün bir şey çıxmır. Bu da düsturun davamıdır. İndi yazsaq, Vietdən də fikir verin, köklərin əksin yarıq mötərciyi olduğu kimi yox. X plus 3 üstünə də yazaq. Vietdən gəldi bu. X plus 3, X minus 5. Aşağıda bu düsturu açıram. X plus 3 vurulsun. X kvadrat çıx 3x üstə gəlsin 9. Baxın, bundan eynisi yarandı. Bölməni də yerinə vurma yazırıq. Tərsindən x kvadrat çıxılsın 3x plus 9 yuxarıda. Buradan da ortaq vuruq 5x-i götürsək, qalar x minus 5. İndi ixtisarlarımıza baxaq. Nələr bir-birini silər? Bu hissələr getdi. X minus 5-lərimiz getdi. X plus 3-lərimiz getdi. Bir dənə 5x qalır. Yəni 1 bölünsün 5x. O da D variantı. Keçdi 22-yə. Oran orantı misalı. Hissə bölmək olar bunu. Gəlin bir bölə istəyirsiniz. C bölü D. Bunu ayrı-ayrı kəpənək kimi parçalasaq, nə görəcəyik? A bölü B üstə gəlinsin 1. Sonra C bölü D üstə gəlinsin 2. Bu da olar Y bölü F üstə gəlinsin 3. Bərabərdir 210-a. Bunların üçü də eyni şeyə bağlı deyə gəlin bir dənə K deyək. Misalımız nəyə çevrilir? K plus 1, K plus 2. Görüm nə qədər bizə kömək eləyər bu. A-ların yerinə BK yazsaydıq. BK, BK. Eyni yerə gəlir. K plus 2, K plus 3 bərabərdir 210 desək. Sonra nə istifadə eləmək olar? A bölü B-nin səhv eləmirəmsə bunu parçalamaq olurdu. Bunu kub tənliyinə görə açsaq, heç də yaxşı bir şey olmaz. 210-u sadə vuruqlarını ayırsam, nə olar? Məsələn, yerinə 30 qoysaq, 1 vahid, 2 vahid, 3 vahidlə fərqlənər. Yaxşı köklər olmur. 7 qoysaq nə olar? Daha doğrusu 6 qoysaq, 7 vurulsun 8, vurulsun 9. 72, 7 vermir. 8 qoysam 9, 10, 11. Bu çox aşır. Aşağıdan bir şey qoyaq. 5 qoysaq 6 vur, 7 vur, 8. Deyil, 4 qoysaq 5 vur, 6 vur. Bu da elə 7, 37. Deməli, x-in yerinə k-nın yerinə 4 qoymaq lazım imiş. Uzatmadan yazıram bura. K-nın yerinə 4 qoyanda fikir verin. Qalır 4 plus 5, 1, 5 vur, 6 vur, 7, 210'u verir. Bu düz. K-nı tapdıqsa gətirib onu da burada yazsaq yerinə. A bölünsün B. Yəni A bərabərdir. A bölü B bərabər 4-ə. A-nın yerinə 4B. C-nin yerinə 4D. Y-nin də yerinə 4F yazmaq olar. İndi gətirib burada yerinə yazsaq. 4B üstə gəlsin 4D, üstə gəlsin 4F. Aşağıda da BDF cəmi. Bunun belə bir qaydası var idi, elə K-ya bərabər olmağı. 4-də çıxardanda BDF bölünsün BDF. Yoxsa çıxarılışı yazaq da hardan gəlir. Bu da olur 4. Yəni yekun cavabımız 4. D variantı. Keçək 23-ə. Ay maşallah köklərə bax. Buradakı köklərdə çox güman ki, irrasionaldan azad eləyəcək.
Yuxarını aşağını qoşmasına vuraq. 2 kök 3 çıxılsın 3 kök 2 deyək. Aşağıda da eyni qaydada 2 kök 3 çıxılsın 3 kök 2 artırırım. Burada da 3 kök 4 çıxılsın 4 kök 2. Məxrəcdə də eynisi bunun 3 kök 4 çıx 4 kök 3. Belə gedir. Ən axırıncısıdır. Burada deməli artırırıq. 127 yanında kök 128 çıxılsın 128 yanında kök 127. Məxrəcədə eyni şeyi artırmaq lazımdır. Yəni vurulsun 127 yanında kök 128 çıxılsın 128 yanında kök 127. İndi bunu düstur kimi açsaq nə olur? Məxrəcimiz buna fokuslanaq. Məsələn bu birinciyə. Burada məxrəc a kvadrat çıx b kvadratdan 2 kök 3-ün kvadratı 12 çıxılsın 3 kök 2-nin kvadratı 9 2 18. Sürətimiz elə olduğu kimi qalsın. 2 kök 3 çıxılsın 3 kök 2 kimi. Üstə gəlinsin. O biri də bu qayda ilə. Sürət qalır 3 kök 4 çıxılsın 4 kök 3 bölünsün. Bunu da a kvadrat çıx b kvadrat kimi baxsaq 9 vurulsun kvadratıdır da 4 36 çıxılsın 16 vur 3-dən 48. Üstə gəlinsin. Hər ehtimala qarşı bunu da bir dənə yazaq. Burada da nə olacaq? 4 kök 5 çıxılsın 5 kök 4 bölünsün. 16 vur 5 80 çıxılsın 100 kimi. Üstə gəl nöqtə bir də ən axırıncısını yazaq. Deməli 127 vurulsun kök 128 çıxılsın 128 vur kök 127 bölünsün. Bu da 127'nin kvadratı vur 128 çıxılsın 128 vur kvadratı vur 127. Belə bir ifadə. İndi gəlin hesablayaq görək nələr qalır. Bunun məxrəci 12 çıxılsın 18-də olur 4. Yəni misal belə yazmaq olar. 2 kök 3 bölünsün 4 çıxılsın 3 kök 2 bölünsün 4. Üstə gəlsin digəri 36-dan 48 çıxanda 3 kök 4 3 vurulsun 2 deməkdir də qısası. 3 vur 2 bölünsün. Bir də bunlar mənfi 4 idi. Bunu da itirməyək. Mənfi 8 çıxılsın 4 kök 3 bölünsün mənfi 8. Üstə gəlsin. Hər halda burada bir silinmə olacaq. O silinməni tutuzdurmaq istəyirəm. 4 kök 5 bölünsün mənfi 20. Çıxılsın 5 kök 4 bölünsün mənfi 20. Nöqtə. Axırıncısı da nə olsun buradan? 127 vurulsun kök 128 bölünsün. Bu ifadəni də ortaq vuruq çıxardanda 127 vur 128 kimi yazsaq, mötərizədə mənfi 1 qalır. Yəni bölünsün mənfi 127 vur 128. O birisi də çıxılsın axırıncısı. 128 vurulsun kök altda 127 bölünsün. Mənfi 127 vurulsun 128. İndi silinmələrə bir baxaq. Öz içində görüm ixtisar gedirmi? Bununla mı gedir? Burada qalır ki. Sonra. 4 kök 3. Bax burada da gedir ki. Kök 3 bölü 2 eyni şey qaldı. Gəlin bunlarda qruplara ayıraq ki, silinmələri tam görə bilək. Burada fikir verin. Birincinin birincisi ilə, bu hissə ilə ikincinin axırıncısı gedir. İkincinin ikincisi. Deməli, sonra növbətçisində birincinin, bunu nə rənglə göstərir? Birincinin birincisi ilə ikincinin axırıncısı belə gedirsə, onda hər ikincinin axırıncısı getməlidir. Axırlar gedirsə, bu məntiqlə bu da gedəcək. Yəni, burada bir şey qalmaz. Fikir verin, bu getdi. Yerdə bizim nə qalacaq? Arada hamısı gedir. Bu da gedəcək, bu da gedəcək. Hamısı belə gedir. Bir dənə bu ifadə qalır. Axırın əvvəli ilə əvvəlin birin sonuncusu. Yəni, bizim yazmalı olduğumuz şey budur. Mənfi 3 kök 2 bölünsün mənfi 4. Orada nə idi? Üstə gəlinsin. 127 vurulsun kök altda 128 bölünsün mənfi 127 vurulsun 128. Bunu da ölçünün ixtisarına baxsaq, bu 127'lər gedər. Mənfilər də gedər. Qalar əlimizdə nə? 3 kök 2 bölünsün 4. Üstə gəlinsin. 128'in yerindən nə yazmaq olar kökdən çıxsın deyə? 64 vurulsun 2 kimi yazsaq 8 kök 2 bölünsün 128. Buradan da yəqin ki bir ixtisar gedər. 8'ə bölsək 4'ə geçsə 8'ə aparaq da birbaşa bir dəfə 48'in də içində 6 dəfə 16. Eyni məxrəcə də gətirsə köklü cavab qalacaq 16'da. Bunun üstünə 4 gəlsin. 12 kök 2 üstə gəlsin kök 2
Yekun olur 13 kök 2 bölünsün 16. Səhv hesablamadıq. Bunu da deyir ki kök 2'ye vur. Gəl vuraq. Yine cavab kəsirdə qalır. Da 13 hardan çıxdı? Burada bir mənfi var. Bunu itirməyək. Bu ortası mənfidir. Onda bura 11 olur. 12'dən bir dənəsi gedirsə 11 olur da. Hadi. 11'i bir cavab görmürük. Neyse elədik. Bunu da getirip kök 2'ye vursam. Olacaq 11 vurulsun 2 bölünsün 16. İxtisar gedir qalır 8. 11 bölü 8 aldım. Cavab yəqin ki 7 bölü 8'dir. Bir dənə hesaba baxaq. Görək nəysə səhv eləməmişik. Bunlar dedik hamısı bir-birini götürür. Birincisi qaldı mənfisi ilə. Müsbət 3 kök 2 bölü 4. Elədir. Axırıncısını da qabağında nəysə var idi. Müsbət ilə qalmışdı. İkinci hissəsi silinmişdi. 127'lər getdi. 128 bölünsün. 128'in yerine 64 vur 2 yazdıq. Dəqiq yazdıqda 18. 128'in içində bir dəfə. İnşallah ki hesab səhv eləməmişim. Təzdən yoxlayıram. 12'dən 8'i geçtirsən 48'in içində 8. 6 dəfə. Hədə 16. Səhvi görə bilmirəm. 12 kök 2 çıxılsın. Kök 6'da 2. 12 dənədən biri getdi. 11 kök 2 bölü 16. Cavabı belə aldım. Niyəsə. 11 bölü 8. Hər halda mən səhv hesaplamışım. Çünki misal bayağı bir uzun idi. Siz yenə də bu arıcılığa baxarsınız. Həldə problem yoxdur. Keçək 24'ə. Burada nə deyir? Hansı hissə olmalıdır? Bunların ortağı var. Ən azı biz B ilə C-ni kəsişdirməliyik. A da gəlsin özünə aid olanları aparsın, çıxarsın. Çıx A olmalıdır. Baxaq. Y variantı. B ilə C kəsişsin, A silsin. Keçək 25'ə. Kümələr bir-birinin alt küməsi olsa. Onda iç-içə çəkək də bunları. Bu olsun C. Başqa rənglə qoy göstərim. Bu olsun B. Bir dənə də bunun içində olsun A küməsi. Bu da oldu A küməsi. Şimdi bunlara da elementler yazaq. Bura olsun X, Y, Z kimi. A'nın içində ancaq X elementi var. B'nin içində X, Y elementi var. C'nin də içində X, Y, Z elementi var. Üçü də bunun içindədir. İndi misal bizə nə deyir? C'dən A'nı çıxanda 10 dənə element qalır. Yəni C'nin içindən A'nı aparsan, bunu görməsən, bunu dediyinə görə. Ancaq Y ilə Z qalır. Onda gəlib kənarda yazmaq olar ki, Y plus Z 10'a bərabərdir. Sonra B ştrix deyir 13 olsun. B ştrix nə olan şeydir? B'ni tut, B'dən kənarda. Yazıram bura. B ştrix ancaq X-nin Z deməkdir. Onda burada yazırıq X plus Z bərabərdir 13'ə. Bunun verdiyinə. Bir də A ştrix nə deməkdir? A ştrix də A'nın üstünü tut, A'nı görmə. Y ilə Z-in cəmidir. İndi bir dənə burada məsələ yaranır. C'dən A'nı çıxan, oy, burada bir dənə şey yazmışım. C'dən hədə C'nin içindəki X, Y, Z-dən misalda problem yarandı. A ştrix X-dan başqa hər şey demək deyil. Y ilə Z-in cəmi 15. Bu düz olmadı axı. C'dən X, Y, Z-dən A-nı çıxsaq, X-i çıxsaq qalır Y, Z. B ştrix B'nin üstünü tutursan kənardakı hər şey X, Z bu düz. A ştrix də A'nın üstünü tuturuq Y, Z. Y ilə Z-in cəmi necə həm 15'ə həm 10'a bərabər olsun. Bu ikidən yazılış düz deyil axı. C'dən B'ni çıxanda nə olur? C'dən B'ni çıxsaq bir dənə X qalmalıdır. Sual məncə quruluşum. Bu yazılış səhv deyə. Orada düz olmalı. C'dən bəlkə də B'ni çıxmaq istəyib. Bununla bu eyni şeydir. Bir-birindən eynidir. Keçək 26'ya. Kartezyen çarpımı düşmür sizə. Polinom. Bunu bir yazaq. A, B, C verilir. Bizə nə lazımdır? A-nı deyir 3'ə vur. Düz məntiq. Gəl vuraq da. A sırasını 3'ə vuraq. 3 dənə mx'in kvadratı. Üstə gəlinsin 12x. Çıxılsın 12. Çıxılsın deyir ki B sırasında 4'ə vur. 4'ə vurup yazsaq. 12x'in kvadratı. Çıxılsın 4nx. Üstə gəlsin 4t. Çıxılsın 28. Bərabər olmalıdır. 2 vurulsun c'yə. Bu sıranda 2'ye vura-vura düzək. 18x kvadrat.
üstə gəlinsin 24x, üstə gəlinsin 16. Bunu da yazandan sonra düz məntiq. Soldakı x kvadratlarla sağdakı x kvadratları götürəsiz. Yəni 3m çıxılsın 12, əmsallarını atıram. Bərabər 18-dən 3m bərabər 30, m tapırıq 10. Sonra keçək ikinci hissəyə, x-ların götürək. 12x, nx, sağda da 24x. Onda yazırıq ki, 12 çıxılsın 4-dən bərabərdir 24-ə. 4-ün bərabərdir -12. N də bərabər -3. N-i də tapdıq. Bir də son hissəmiz sərbəstləri götürək. -12 var, 4t var, 28 var, 16 var. Onda yazırım. -12 üstə 4t çıx 28 bərabərdir 16-ya. 4t də bərabərdir. -12 28 verir 40. 16-nın da yanına 40 gəlsin 56. T də bərabərdir 56-nı 4-ə bölək 14. Hər biri tapıldı. Bunlar da bir-birinə vur deyil. Deyir 10 vurulsun -3 vurulsun nə idi o 14. 14 3 42 yanında bir dənə 0 -420 Y variantı. Keçdik 28-ə. İndi bu moduldan bir danışaq. Niyə görə bu modul olduğu kimi çıxmayıb, yerini dəyişib? Deməli, bu modul mənfi bir moduldur. Elədir. Gəlib kənarda yaza bilərik ki, 3x minus 9 kiçikdir 0-dan. 3x kiçikdir 9-dan, x da 3-dən kiçikdir. Belə bir ifadə aldıq. 3-dən kiçik istənilən ədəddən 5 çıxanda, baxın bu hissə mənfi olur. Onda modulun içində -x plus 5 kimi açılır. Çıxılsın 1. Bölünsün. Bundan işimiz yoxdur. X kvadrat çıx 16 qalsın. Bizim işarələrimiz həmişə modula təsir edir. O da bərabərdir. -x üstə gəlsin 4. Bölünsün. X kvadrat çıxılsın 16. 3-dən kiçik istənilən ədədin mənfisini götür. Məsələn, -2, -1, 0. Üstünə 4 gələndə bura müsbət olur. Yəni olduğu kimi çıxır. -x plus 4 bölünsün. Bunda x çıxılsın 4. X plus 4 kimi yazmaq olar. Yuxarıdan da mənfini çıxardaq, ixtisar eləyək ya da birbaşa görünür oradakı mənfi qalır. X çıxılsın 4. Buradan da x minus 4, x plus 4. Silinmələr gedir. Sonda qalır -1 bölünsün x plus 4. -1 bölü x plus 4 Y variantı. Keçdik 29-a. Burada neyiniyək? Çarpaz vurarıq yəqin ki. Dəyişən çoxdur. İlk ağlımıza gələn çarpaz vurmadır. Yaranır burada 4 dənə x1 üstə gəlsin 2 dənə x3 bərabərdir x1 üstə gəlsin x4-ə. Aşağıdan nə görürük? 6 dənə x1 üstə gəlsin 2 dənə x3 üstə gəlsin 2 dənə x4 bərabərdir x2 üstə gəl x3 plus x3 x1. Bir dənə də bir şey eləyək. Burada soldan sağdan x1'lər görürəm. x1'i sola atsan 3 dənə x1 üstə gəlsin 2 dənə x3 bərabər x4. Belə bir tənliyə alınır. Bu yuxarıda qalsın. Aşağıdan da x1'ləri yan yana keçirsən 3 dənə x1. Bundan bu məsələn. Sonra x2-dən yoxdur x2 qalsın. x3'ü sol tərəfə keçirsən üstə gəlinsin x3 üstə gəlsin 2x4 bərabərdir x. Neçə dedik buna? x2. Bir dənə də tənliyib belə aldıq. Sonra indi nə etmək olar? Yuxarıdan, x1'i tək saxlamaq olar. Bax, x1 hər ikisində ortaqdır. x1 üstə gəlinsin, x2. Bir də, bunları bir dənə sistem tənliyi kimi tərəf-tərəfə çıxmaq olar. x3, x4, x2 qalır. Gəlin bir dənə bunu tərəf-tərəfə bir çıxaq. Sistem tənliyi kimi. 3x1'lərimiz gedər. Qalar nə? 2x3, çıxılsın x3, çıxılsın 2 dənə x4. Bərabərdir x4 çıxılsın x2. Buradan da olar bir dənə x3 bərabərdir 3 dənə x4 çıxılsın x2. Belə bir ifadə oldu. Amma bizə sərf eləmədi. O qədərdir. x1'i tapıb x1'ə toxunmayıb. Gəlin belə bir şey deyək. Bu lazımsız oldu. Bunu yığışdıraq. Bir dəqiqə. Bunu eləməyək. Yuxarıda məsələn x2'nin cavabı var bizdə, elədir. Gətirib buradan köçürdək. x4'ün də cavabını bura köçürdək. Məncə o x1'lərə toxunmaq lazım deyil. İndi yerinə yazsaq, x1 öz yerində qalır. Üstə gəlsin x2'nin yerinə buranı köçürsəm. 3x1 üstə gəl x3 üstə gəl 2x4. Düşürük aşağıya. x1 qalır. Bu dəfə də x4'ün yerinə bu yuxarıdakini köçürdürük. 3x1 üstə gəlsin 2 dənə x3.
Sürəti sadələşdirsək, 4 dənə x1 üstə gəlinsin x3 üstə gəlsin 2 dənə x4. Bir dəqiqə, bu x4 hardan çıxdı? Oradan yəni ki, bir dənə də əvəzləmə gedəcək. Aşağıya düşürük 4 dənə x1 üstə gəlsin 2 dənə x3. X4'ümüz artıqdır. Bu x4'ün də yerinə yenə bu ifadəni təzədən köçürdəsən. Yəni yazacağıq ki 4x1 üstə gəlsin x3 üstə gəlinsin 2 vurulsun. X4'ün yerinə 3x1 üstə gəlsin 2x3. Düşürük aşağıya. 4x1 üstə gəlsin 2x3. Baxın, ancaq x1, x3'lər qalsın. Başqa bir şey qalmasın. Bu da bərabərdir. 4x1 üstə gəlsin x3 üstə gəlsin 6 dənə x1 üstə gəl 6 dənə x3. Düşürük aşağıya 4x1 üstə gəl 2x3. Bu da bərabərdir 4 dənə 6 dənə 10 dənə x1 üstə gəlinsin. Bu amma xoş olmadı. Nəyi səhv köçürdüm? 2, 2, 4 deyib. 5 dənə x3 bölünsün 4x1 üstə gəl 2x3. Buradan da ortaq vuruq. Yuxarıdan 5'i götürsən qalır 2x1 üstə gəl x3. Aşağıdan da 2'ni ortaq vuruq çıxarsan yenə qalır 2 dənə x1 üstə gəl x3. Buradan da bir silinmələr geçsin. Sonda qalsın 5 bölü 2. 5 bölü 2 A variantı çıxdı şükür. Keçək 30'a. Bu 30 tiplilər biraz çox əvəzləmə istəyir. Yenə də bir baxaq. Nə eləyə bilərik? Yuxarı ilə aşağıda nə əlaqə qurmaq olar? Birincisi bu f'i sadələşdirək. Yazaq f üçün f bərabərdir. Kəsir xətti qalsın sabit. 13'də 5. Hardan başlayaq düzməyə? 11'dən başlayıram. 11'də 7 üstə gəlinsin 13'də 5 üstə gəlinsin 17'də 5 üstə gəl 19'da 3. Bunu nə eləyirik? Azdan çoxa doğru düzülsün. Aşağıdakı da eyni məntiqlə. 11'də 3 8'ə vuraq 24. Çıxılsın 9 bölü 13. Sonra üstə gəlinsin 23 bölü 17. Çıxılsın 11 bölü 19. Bunu bir düzdük düzməklə. İndi görək yuxarı ilə aşağıdan nə əlaqə yaratmaq olar y ilə f-ə. Yuxarını 2'yə vurub aşağı ilə toplasaq olarmı? Y olduğu kimi qalıb. Y'də bir iş yoxdur zaten. F sırasını gəlin 2'də 1'ə vuraq. Yəni daha doğrusu aşağıdan 2'ni ortaq vuruq çıxartsaq. 2'ni çıxardaq deməyim də 2'də 1'ə vuraq elə qısası. 2'də 1 F bərabərdir. Yazıram nə? Aşağı sıranı 2'yə vuracağım. Kəsirin yuxarısından işim yoxdur. Yenə olduğu kimi düzürük. 11'də 7 üstə gəlinsin 13'də 5 üstə 17'də 5 üstə 19'da 3. Aşağını da 2'yə vura yazsaq nə olacaq? 48 bölü 11. Bunu niyə eləyirəm? O 48 ilə 7 ortaq nəyəsə gəlsin. Çıxılsın 18 bölü 13. Üstə gəlsin 46 bölünsün 17. Çıxılsın bu da olur 22 bölünsün 19. Sonra gəlin belə bir şey danışaq uşaqlar. Bunun yuxarısına məsələn bir dənə A desəm. Baxın bu ifadəni bir A ilə işarə eləsək, aşağıda bu A'ya uyğun bir şey yazmaq olur. Yəni necə? Bunun üzərinə bir dənə də buradan plus A, minus A kimi yazsam, fikir verin, orada o kəsirlər bir dənə tam ədədə çevrilir. Yəni misal olur burada. A bölünsün. Bunu da təzədən yazıram məcbur ki, görəsiz. Bu A-nı da biraz bu tərəfə yazaq. Qarışmasın. Plus A, minus A dedik. Elədir. Burada nə olsun? 48 bölünsün 11'in yanına gətirib yazırsam 7 bölünsün 11. Bunu biz niyə eləyirik? 55 bölü 11 olsun ki 5 yaza biləsən. Sonra çıxılsın 18 bölünsün 13'ün yanına üstə gəlinsin 5 bölünsün 13 yazıram. Davamında 46 bölünsün 17'in yanına 5 bölü 17. Oradan da 51 verəcək. Bu da axırıncı çıxılsın 22 bölünsün 19'un da yanına 3 bölü 19. Bunu yazdıq mı? Bu yazdığımız hissə plus A'ya qədər olan hissə idi. Bir dənə yanına çıxılsın A yazırıq ki, misal yenə qarışmasın. Bunda misalımız olur 2'də 1 F bərabər imiş. Hələ ki F sadələşdiririk. A bölünsün. Fikir verin indi bu hissələr. 55 bölü 11. Bura olur 5. Mənfi 13 bölü 13. Bura olur mənfi 1. 51 bölü 17. Bura olur 3. Bu da mənfi 19 bölü 19. Bunun da cavabı mənfi 1. Yəni misalımız budur. 5 çıx 1 üstə 3 çıx 1 çıxılsın A formasında.
Bunu da davam elətdirsək bərabər olur. A bölünsün 8-dən də 2-si geçsin 6 qalır deyəsən. 6 çıxılsın A. İndi belə bir şey yazandan sonra qaydaq misalın Y versiyasına. Y-ni F-lə əvəzlə deyirdi axı. Y-nin də içində görək bu A-ya uyğun bir şey varmı? 11-də 1, 11-də 7 dediyimiz şey. Y-nin neyə bilərik Y-ni sonra? Sonra. Gəlin Y sırasında 4-ə vuraq. Ki aşağıdakı bu A-ya oxşasın. Necə? 11-də 4 olsun ki 7 ilə toplaya bilək. Bu sıranı 4'ə vuracağım indi. Buraları 4'ə vurub yazaq. Onda elə öz qarşısına yazıram. 4 dənə Y bərabər imiş. 11-də 4 üstə gəlinsin. 13-də 8 üstə gəl. 17-də 12 üstə gəlinsin. 19-da 16. İndi bu tapdığımız Y ifadəsinin aşağıdakı A ilə nə əlaqəsi? Bu A-nı da gəlin kənara çıxardım bir yazım ki, A dediyimiz şey nədir? 11-də 7 üstə gəlinsin 13-də 5. Misalın izahına baxın nə qədər uzun gedir. 17-də 5 üstə gəlinsin 19-da 3. İnşallah ki bunun daha bir qısa yolu vardır. Sonra indi bu A ilə bu Y arasında əlaqə qurmağa çalışaq. Nə edərik? 4Y ilə A-nı bunun da üstünə A minus A yazaq gəl. Qıraqda yazıram ki 4Y üstə gəlinsin A minus A-nı gəl hesablayaq. Olar? 4Y üstə gəlinsin. 4Y bərabərdir. Daha doğrusu. Belə bir şey yazaq. 4Y bərabər olsun. Bu ifadə var idi. Y-nin olan hissəsi. 4 bölü 11 üstə gəlinsin 8 bölü 13 üstə gəlinsin 12 bölü 17 üstə 16 bölü 19. 10 yanına gətirib A-nı artırıram. Yəni yazıram ki, üstə gəlinsin A dediyimiz şey bura. 7 bölünsün 11, üstə gəlinsin 5 bölü 13, üstə gəlinsin 5 bölü 17, üstə gəlinsin 3 bölü 19. Üstə gəl bu ifadə, çıxılsın A. Tamam mı? İndi misalımız buradan davam eləsə, 4Y bərabər olur. Bunları hesablasaq, məlum məsələ hesablanır da 11-də 4 ilə 11-də 7 1 verir. 1 üstə 1 üstə 1 üstə 1 çıxılsın A. Buranı bir təmizləyək. Bu da yaranır sonda. 4Y bərabərdir. 4 çıxılsın A-ya. İndi. Y-ni də tapanda nə olur? 4 çıxa bölünsün 4. Elədir. Bizə də misal deyir ki, Y-nin cavabını F-lə tap. F-i biz bayaq burada tapmışıq axı. Fikir verin. Buradan gəlin A-nı tapaq. A-nı da tapanda nə olacaq? F bölünsün 2 kimi yazaq. Bunu da bir çaşdırmasan. F bölünsün 2 idi də bu. Elədir. Buradan çarpaz vuranda nə olur? 6F çıxılsın AF bərabərdir 2A-ya. A-ları yan-yana keçirsəm 2A üstə gəlsin AF bərabərdir 6 dənə F-ə. A da bərabərdir 6F bölünsün 2 plus F-ə. Yəni A gördüyümüz yerə, baxın burada. A gördüyümüz yeri əvəzləyirik. Onda Y də bərabər olur. Nəyə? 4 çıxılsın. A-nın cavabı 6F bölünsün 2 plus F bölünsün 4. Ucu son versiyadır. Bunu da hesablasaq bərabərdir. 4-də 2 plus F Y bərabərində yazaq. 4, 2, 8 üstə gəlinsin 4F çıxılsın 6F. Bu da verir nə? 8 çıxılsın 2F bölünsün 2 plus F. Yanında da 4'ü. Yuxarıdan da 8-dən 2-ni ortaq vuruq çıxardarsınız uzaq başı. 4 çıxılsın F. Buradan da 2 plus F vurulsun 4. Bu da ixtisar gedər 2. Bu da olar son versiyası. 4 çıx F bölünsün 4 üstə gəlsin 2F. Yəni Y-nin cavabı buymuş bu həngamədən sonra. 4 çıx F 2F plus 4. B variantı cavabı var. Amma çox uzun misal idi. Yəqin ki, imtihana belə bir şey düşməz. Gözləmirik. Keçək 31-ci sualımıza. Geometrilər başlasın. Nə var burada? Yəqin ki, bir orta xət var. AD YF-yə paralel. AD YF. Paralellik var. Güzel. BC ilə də GF paraleldir. Bu ikisi də bir-birinə paralel olsun. YF ilə FG eyni oldu. İndi Y'dən F'yə, F'dən G'yə qədər
6, 3 nisbəti varsa YF-nin uzunluğu kaçdır? YF ilə FG eyni. Bilmirik. Gəlin bir A yazaq. Məsələn, burada olsun A. Bənzərlikdən biz nə görürük? Birər üçgəndir, trapeziya falan vermir. Bənzərliyə görə danışmaq olar ki, 6-nın A-ya nisbəti bərabərdir bunun ümumi yan tərəfi AC-nin FC-yə nisbəti. Elədir? Eyni bənzərliyi bir də belə yaza bilərik ki, 3-ün A-ya nisbəti bərabərdir ümumi yan tərəfimiz yenə AC-nin də AF-ə nisbəti. Buradan bu nisbətdən sistem tənlikdən A-ları falan bölüb, sonra gedib YF-ni tapmaq olar. Bunlar bölünsə gedər. 6-nı 3-ə böləndə 2 dəfə bərabərdir. Bu AC-lər də gedir hətta ixtisardan sonra. 1 bölünsün FC, vurulsun tərsi, AF bölünsün 1 kimi. Yəni AF-nin FC-yə nisbəti 2-nin 1-ədir. Onda biz yaza bilərik ki, AF-yə 2K, FC-yə bir dənə K. Burada yerləşək. AF-miz 2K-dır, FC-miz 1K-dır. Onda yuxarıda təzədən bu bənzərliyi yazaq. 6-nın A-ya, ümumi yan tərəfimiz 3K-nın da kiçik yan tərəfə K-ya nisbət. K-lar da ixtisar gedər. 3A bərabərdir 6-ya. A-sı da çıxır 2. A dediyimiz şey də elə YF-dir də. Bu da olur ki, A variantı. Keçək 32-yə. Burada da yəqin ki, bir bənzərlik var. Nələr verib? ABC eşkenar. Görək bu eşkenarı. ABC 30, 60, 90 olacaq hər halda. Eşkenardırsa, bütün təpələrdə bir 60 dərəcəsi yerləşir. 60, 60, burada da bir 60. 60, 90, bu hissəmiz 30 dərəcə. Sonra özümüzdən gəlin bir parçalar yazaq. 30-un qarşısına x desəm, 60-ın qarşısı x kök 3-dür, 90-ın qarşısı 2x-dir. Bu iki xətti burada yazsam 2x. Sonra 60, 120, 30, 30 xassəsinə görə, 120, 30, 30 qaydasına görə, bura olur 2x yanında kök 3. Bunlar məsafədir. Sonra bu bir xətt də yuxarıdakı bir xətlə eyni idi. FC x-dırsa, AY də x-dir. Eşkenar sözünə görə də buradan bura qədər bütöv 3x-dırsa, bunun hər tərəfi 3x-dir. Onda BF-yə qalır 2x. Misal bizdən nə istəyir? Y-dən D-yə qədər məsafə. YD-miz 2x yanında kök 3. Bölmək lazımdır BF-yə 2x-a. Buradan da ixtisarlar gedər, qalar kökün altında 3y variantı. 33-ə getdik. Bu rahat. 30, 60, 90 xassəsidir. 30-un qarşısındakı 2 üstü x-i vuranda 2-yə bərabər olmalıdır 90-ın qarşısına. 4-ün üstündəki x minus 2-yə. Bunu 2-nin qüvvəti kimi göstərsə, x plus 1 bərabərdir 2-nin üstündə 2x minus 4. Əsasları atırıq. X plus 1 bərabərdir 2x minus 4-dən. X də bərabər 5 olar. Bizə də elə x istəyir. C variantı. Keçdi 34-ə. İkizkenar yamuk. Ne güzel. Sonra nə verib? 90-dan bir hündürlük çıxıbsa, burada bir Evklit var. Evklit teoremi. 90-dan çıxıb 90-a gedib. Bura bir x yazsaq, onda 3-ün kvadratı bərabərdir x vurulsun 1. Bu bir qaydaydı. X-imiz olur 9. Bu hissəni tapdıq 9. Laf yaxşı. Sonra nə istifadə eləyək? Orta xətt falan mı istəyir? 3-ü verib, 1-i verib. CD-nin uzunluğu. Hani bunun CD? Yuxarı oturacağı istəyirsə. Biz neyləyə bilərik? Yan tərəfi Pifagordan tapmaq olur. Xoş bir şey olmur, amma gəlin tapaq. 3, 1, kökün altında 10. Pifagor. Burası da kök altında 10. İkizkenar yamukdur deyə. Burası da olur 2 kökün altında 10. Bu yan tərəfi çıxardandan sonra biz gəlin hündürlük çəkək hər iki təpədən. Buradan bir hündürlük çıxardıram. Buradan da. Çünki ikizkenar yamukda, kənarda qalan hissələr eyni idi axı. İndi gəlin belə bir şey danışaq. Bu üçgənlər bir-birinə onsuz da bənzərdir. Görürsünüz bu balacalar. Bunu ortadan bölübsə, bunun hündürlük 3-ün 1-ə nisbətidirsə, bunun da digər hündürlüyü yəqin ki 6 olacaq. Oturacağı da 2 dəfə çox olacaq. Bunda bütöv oturacağı olmalıdır 2. Onda burada bir 1 qalır. Yəni buradan bura qədər məsafə 2-dirsə, buradan bura qədər də məsafə 2 olmalıdır. Ümumilikdə bizim oturacağımız nə idi? 10 idi da. 9 ilə 1-in toplamı 10. Ondan da 2, 2, 4 çıxsa, burada deməli 6-dır, burada 6-dır. Yuxarısı tapılır. Y variantı. İnşallah görmüşsünüzdür o qaydanı. Baxaq 4-ə. Eşkenar dörtgən, yəni burada bir romb var. Bunun hər tərəfi bir-birinə bərabər, məlum məsələ. Bundan əvvəl bir Pifagor yaza bilərik də biz. 4, 4 kök 5-dən
16 4 kök 5'in kvadratı, yəni çıxılsın 4'ün kvadratı bərabər olmalıdır bizə nəyə? A-dan Y-yə qədər məsafənin kvadratına. Bu da bərabərdir 16 vur 5'dən 80 çıxılsın 16. 64 8 qalır. Ümumi məsafəmiz olsun 8. Sonra deyəsən bir dənə də Pifagor gedəcək. Hə. Buna x yazsaq, x yazsaq. Bu araya qalır 8 minus x. Bir dənə də Pifagor buna görə yazarıq. 8 minus x-in mötərizə kvadratı üstə gəlsin 4'ün kvadratı bərabərdir x kvadratına. Bunu da bir açaq hesablayaq. 64 çıxılsın 16x üstə gəl x kvadrat. Üstə 16 bərabər x kvadratına. Soldan sağdan x kvadratlar getsin. 16x bərabərdir 64 16 80'ə x'i tapırıq 5. Bizə də bunun perimetri lazım idi. Bu tərəfləri 5'dirsə P də bərabərdir 5 vurulsun 4'dən 20 santimetr. 20 birim. 36'ya keçid alaq. Bir dikdörtgen düzbucaqlığımız var. 2 kök 10. Bunları verib. Hə, bir də nisbətlər var. AB DY-dən 2 dəfə çox olsun. DY x yazaq. ABC 2x. Sorry. AB 2x. BF'ye y yazsaq. AD də 2y. Düzbucaqlı qarşı tərəflərə yendiyə burada y, burada x düşər. Onda 2 dəfə Pifagor gedək də yenə. 90 dərəcə, 90 dərəcə. Bunun Pifagoruna görə x kvadrat üstə gəlsin y kvadrat bərabərdir 13'ə. Aşağıdakının Pifagoru da bizə deyir ki, 4x kvadrat üstə gəlsin y kvadrat da bərabərdir 2 kök 10'un kvadratı 40. Bunu tərəf-tərəfə çıxaq, y kvadratlar getsin. 3x kvadrat bərabər 27'yə. X kvadratı 9, x'imiz olsun 3. X'i 3 tapırıqsa y-i də tapırıqda, onda avtomatik. X'in yenə 3 qoysaq, bura olur 6. Onsuz da sahə üçün ümumi məsafə lazımdır. Neyse, yuxarıda buradan hesablayaq. X'in yenə 3 qoyanda 9 üstə gəlsin y kvadrat bərabər 13'dən y çıxır 2. Burada olur 2 vur 2'dən 4. Onda bunun alanı, sahəsi S də bərabər 4 vurulsun 6, 24. C variantı. Getdik 37'yə. Qövsümüz, dərəcələrimiz 125'i verib. Eyni bir şeyimiz var mı? Bir dənə alfa var. Başka da bir şey yoktur. Sağ olsun. 125 dərəcənin söykəndiyi kapsadığı qövs yazma olar. Ümumisi birinci bunun 180'dir. Gəlin bu çevrəni tamamlayaq. Belə bir çevrə olsun məsələn. Bunu düzəldirəm. Belə bir çevrəmiz var əlimizdə deyək ki. Bu 125 dərəcənin söykəndiyi bu hissəyə fikir verin. Bunun bu ucundan bu ucuna qədər, ta buradan bura qədər məsafəmiz, daha doğrusu qövsün dərəcə ölçüsü 2 qatıdır, 250'dir. Burada aşağıda bir 180 var axı. 180'a çıxsam, onda deyə bilərəm ki, buradan bura qədər 250'dən 180'a gedir 70 dərəcə. 70 dərəcəlik qövs burada var. Və davamında da, yuxarıda da yenə 180'da tamamlanması üçün bu hissədə də olmalıdır 110 dərəcə. İndi baxaq görək alfa haralar görür. Alfanın uc nöqtəsi buradan başlayır. Buradan bura qədər. Yəni alfanın gördüyü bucaqlar. Bunları toplamaq lazımdır. O da nə olur? Deməli, aşağıda bir 180'ımız var. Bu sarı nöqtənin ucundan götürək. Buradan başlayır. Bura qədər bir 180 var. Üstünə gəlmək lazımdır. Buradan da alfanın bu bir ucu. O 110. 180'ın üstünə 110 gəlirik. Olur 290. Alfa da daxilə çəkilmiş bucaqlı deyil. 290'ın yarısı. Bunu da 2'yə bölək. 145 dərəcə. Uzun ömür, can sağlıq. Bu belə. Gəldik 38'ə. Nə verib, nə istəyir? 30 var, 45 var. Lap yaxşı. Qövslər görünür. AD 12. Bizə nə lazımdır? X. Birincisi radiuslarla getmək olar. O'dan C'yə qədər gəlin birləşdirək. O'dan D'yə qədər. Aşağıdakı üçgəndən baxsaq, OA da radiusdur, OD də radiusdur. Yəni bərabər yanına ikizkenar üçgən var deyə 120 30 30 xassəsi. 12'ni də kök altı 3'ə bölsək o qaydaya görə olur 4 kök 3. Yəni sənin radiusların 4 kök 3'dür. Sonra yuxarıdakı üçgənə baxsaq, burada da bir ikizkenarlıq var. Bu hissə ilə də bu hissə hər ikisi radiusdur axı. Burada 4 kök 3 yazarıq. Bu da nə olur? 45 45 90 dərəcə.
Yəni bu x-i də tapanda o qaydaya görə 4 kök 3-ü də vurmaq lazımdır kök altı 2-yə. Bu da olar 4 kökün altında 6. Bu üçgəndə. 4 kök 6'mız B variantı. Getdik 39'a. Düz xəttlər verilib. Bir də bu fiqur karedir. Kare isə hər tərəfi bir-birinə bərabər olacaq. Birincisi bu Y nöqtəsindən aşağıya düşək, bildiyimiz koordinatları yazaq. Bu hissəmiz 3'dür, bu hissəmiz Y 5'dir. Yəni bu 5 addım qədər qalxıb, burada 3 addım qədər bir düzbucaqlı yaranıb. Sonra məsələn, buranın 5 addım olduğunu bilirik də biz elədik, karenin tərəfindən danışıram. Buna bir x yazsaq, bura bir y yazsaq, buranda 3 addım olduğunu bilirik. Y plus 5 bərabər olmalıdır nəyə? Bu hissəyə, x plus 3'ə. Belə bir tənlik danışma olar. Y bərabərdir, x minus 2. Bu burada qalsın, y x-dən əvəzləmək. Sonra biz görürük ki, buradan C-dən A-ya qədər bir diagonal var. Diagonal varsa, məlum məsələ, burada bir dik üçgən də var. Çünki 45, 90, 90 xassəsi daxil. 90, 45, 45 kimi yazsaq. Buradan indi nə görmüş olarıq? Bu bunun 2 qatı. Bu bucaqlar həmçinin aşağıya da düşər. 45 bura, 90 bura, 45 bura. Onda biz danışa bilərik ki, bu üçgən ikizkenar üçgəndir. Fikir verin. Bu 45'lərə görə. Bu 5 köçür aşağıya. Burada 5 yazsaq, onda bizim bu karenin tərəfi səndəmə 8 olubmuş. Bura 8, buranın da 8 olması üçün çatışmayan burada 3 addım məsafə var. Biz də indi gəlib tapmalıyıq D nöqtəsinin koordinatını. Burada 8 yazsaq, yəqin ki bir bənzərlikdən çıxar. Məsələn, buranı bilmirik, A yazaq. Buradakı üçgənin, bu qara üçgənin bənzərliyinə hamı bir fikir versin. Hansı üçgənlər bir-birinə bənzərdir? Bu qara üçgənə fokuslansaq, görürsünüz bunu. Bura məsələn, M nöqtəsini burada götürək. M olsun. D, M, burada bir N deyək məsələn. DM, N üçgəni bənzərdir D, B, A üçgəninə. Buradan da oturacağın 8'in, bunun oturacağın nisbəti 5'ə nisbəti bərabərdir. Ümumi yan tərəfimiz 8 plus A-nın, bunun yan tərəfi N'dən A-ya qədər 3 plus A-ya. Bunu çarpaz vurub A-nı tapa bilirik. A-nı tapırsa, onda D nöqtəsinin koordinatları da çıxır. Çarpaz vursaq 24 üstə gəlsin 8A bərabərdir 40 üstə gəlsin 5A-ya. 3A bərabərdir 16-ya kəsirdə qalır deyəsən. Olsun, eyb yoxdur. 16 bölü 3. A da nə idi? D koordinatının uyğun nöqtəsidir. Yəni D-nin də koordinatı mənfi 16 bölü 3-lə 0 nöqtəsiymiş. Bizə də D-nin nəyini istəyirdi? Apsisin. Solda da deyə mənfi 16 bölü 3. A variantı. Düz. Keçək 40-cı sualımıza. Yavaş-yavaş yekunlaşdıraq. 40-da nə deyir? 2-dən düz xət kəsişib, lap yaxşı. Y nöqtəsinin koordinatları lazımdır. Birincisi bunların ayrı-ayrı düz xət kimi çıxardaq. Sonra koordinatlarını yazarıq. Məsələn, biri mavi düz xətt olsun, biri də qırmızı. Maviyə görə biz nə görürük? X oxun A mənfi 4-də kəsib, Y də 0-10-da. Onda yazarıq ki, X bölünsün mənfi 4, üzərinə gəlinsin Y bölünsün 10, bərabər 1. KX plus B kimi də yaza bilərsə, eyni şeydir. Bunda bütün sıranı nəyə vuraq? 20-yə vursaq, mənfi 5x üstə gəlsin 2y bərabərdir 20-yə. Y-imiz olur 5x üstə gəlsin 20 bölünsün 2. Bu bunun y-i. Eyni şeydə bu qırmızı düz xətt üçün də bu şeyi yazmaq lazımdır. Y bərabərdir kx plus b-də. 4-də 8-də kəsib. Bunun üçün də yazırıq ki, x bölünsün 8 üstə gəlsin y bölü 4 bərabərdir 1. 8-ə vursaq, x plus 2y bərabərdir 8-ə. Y-imiz də olur 8 çıxılsın x bölünsün 2. Bu da ikinci düz xətt. Və biz görürük ki, bu düz xəttlər harda kəsişiblər? Y nöqtəsində kəsişiblər, elədir. Onda bu iki dənə düz xətti bir-biri ilə bərabərləşdirmək lazımdır. Yazıram 5x üstə gəlsin 20 bölünsün 2 bərabərdir 8 çıxılsın x bölünsün 2. Bu ikilər də getsin, yan-yana ataq. 6x bərabərdir 8-dən 20-si getsin mənfi 12, x-imiz olur mənfi 2. X-in də yerinə mənfi 2 qoyaq, y-in tapaq. Məsələn, 8 çıxılsın da. Onlar 8 plus 2 bölünsün 2, 10 bölü 2, 5. Yəni, y-imiz də bərabər olur 5-ə. Bizim bu y nöqtəsinin uyğun koordinatı mənfi 2, 5 nöqtəsiymiş. Mənfi 2, 5 də D variantında. Burada bitir, sonra IQ sualları gəlir. IQ-nu saxlayıram. Bugünlük bu qədər. Sağ olun, yoldaşlar. Özünüzə yaxşı baxın.